Salam, sabahınız xeyir olsun. 2 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 14-cü, Şəvval ayının 14-cü günüdür. Aprel ayının ilk həftəsinin ilk 4-cü cümə axşamı günüdür. Bugünümüz xeyirli uğurlu keçsin, işlərimiz avand olsun, canımız sağ olsun, amin inşallah. 2 aprel günündə kimlər işləri ilə məşğuldurlar, iş yerlərində iş arxasıca gedib işlərlə məşğuldurlar. Eləcə də evdə ev işləri, bununla yanaşı evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı arzu edirəm. 2 aprel günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri hər birinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzu edirəm. Bununla yanaşı 2 aprel günündə kimlər ki təhsili ilə məşğuldurlar, məqsədlərini, arzularını çatmalarını arzulayıram. Həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 2 aprel günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyir, səbir diləyirəm. Bununla yanaşı 2 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram. Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlığı, iş avadlığı, gözəl bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 2 aprel günündə kimlərin ad günü, şad günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 2 aprel günündə də tarixi günlər vardı. 2 aprel autistlər günüdür. 2 aprel bununla yanaşı aprel döyüşlərindən 10 il keçdiyi gündür. Allah bütün şəhidlərimizə rəhmət etsin deyirəm. Və bununla yanaşı 2 aprel 1906-cı ildə 1-ci çağırış Rusiya Dövlət Dumasına seçkilər keçirildiyi gündür. 2 aprel 1917-ci ildə Amerika Birləşmiş Ştatlarının demək Woodrow Wilson Birinci Dünya müharibəsində iştirak etməsinə, qoşulmasına görə Konqresə müraciət etdiyi gündür. Bununla yanaşı 2 aprel demək 1978-ci ildə GBC telekanalında 13 il yayımlanan Dallas teleserialının ilk serialının ekranlara çıxdığı gündür. 2 aprel 1982-ci ildə isə Argentinanın Falkland adalarını işğal etdiyi gündür. 2 aprel isə 1993-cü ildə 33 il əvvəl erməni silahlı qüvvələr tərəfindən Kəlbəcərin işğal edildiyi gündür. Şükürlər olsun, bugün Kəlbəcər işğaldan azad edilmişdir. Ali Baş Komandanımız İlham Heydəroğlu Əliyevin siyasətinin sarsılmazlığı nəticəsində Azərbaycan ordusunun gücü qüvvəsi nəticəsində və Kəlbəcər şəhərinin işğalında da həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə səbir diləyirəm. Bununla yanaşı isə 2 aprel 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının Tennessin ştatından keçən qasırğa nəticəsində 29 nəfərin həlak olduğu gündür. 2 aprel 2012-ci ildə isə Houthi demək şirkətinə məxsus olan ATR-72 təyyarəsinin Tümen yaxınlığında qəzaya uğraması nəticəsində 31 nəfərin həlak olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.